çox həssas bir məsələ var. İnsan kimləri həsəd edir? İnsan tanımadığı insanları heç bir zaman həsəd etmir. O insanları həsəd edir ki, o insanlarla münasibətləri genişlənir. Ola bilər ki, burada qohumluq əlaqəsi olsun. Ola bilsin, bir yerdə işləyirsən, sənin uğurun, nailiyyətlərin artdıqca artıq sən onu qəbul edə bilmirsən. Qəbul etmədiyin zamanda nə olur? Həmən insana qarşı bir həsəd yaranır. Əxlaq alimlərinə sual edirlər ki, insan necə bilər ki, onun qəlbində həsəd var ya yox? Ümumiyyətlə, burada bunu qeyd eləmək lazımdır ki, bütünlüklə məndə həsəd yoxdur deyasında demək də biraz çətin məsələdir. Ola bilər bir insanda az olsun, bir insanda çox olsun və ya bir insan da onun o yollarını tapsın, özünü o mənəvi xəstəlikdən xilas etsin. Əxlaq alimi buyurur ki, əgər bir eyni statusda səninlə bir yerdə işləyən dostun ola bilər, qardaşın ola bilər, onun uğurlarını sənin yanında qeyd olunduğu zaman, onu tərif olunduğu zaman, sənin qəlbində hər hansı bir narahatçılıq yaranırsa, sənin qəlbində, belə deyək, müasir sözlə desək, həsədin simptomları var. Bəli. Niyə? Çünki sən onun uğurlarının adı çəkildiyi zaman qəlbin narahat olur. Önəmli olan o həsədin qəlbdə yer saxlamasına, yer salmasına izin verməməkdir. Ümumiyyətlə, bütün dini ritüellara baxsaq, bütün ibadətlərə baxsaq, əsas məqsəd və hədəf insanın ruhunu və qəlbini paşlanmasıdır. Biz bir hədisi də qeyd edeyim, Həzrət Əleyhisselamdan sual edirlər ki, bu mənəvi məqama necə yüksəldin? İmam Əleyhisselam buyurur ki, qəlbimin qapısında dayandım, qəlbimə aid olmayan şeyləri içəri buraxmadım. Baxın, həsəd, paxıllıq, təkəbbürlük, egoizm, bunlar hər biri qəlbə mane olacaq. Belə demək mümkünsə, qəlbin ritmini dəyişəcək bir hallardır. Ona görə də bir insanın qəlbi və ruhu sağlam olarsa, bütünlükdə o insan sağlam olar deməkdir. Təşəkkür edirəm Rza bəy, çox ətraflı, məzmunlu, maraqlı izah üçün çox əhəmiyyətli nöqtələrə toxundunuz.